5-ci fəsil. Yaqubun əqrəbi. Atan keçən ilin yayında harası getmişdi? Səhər ertədən Leylanın mənzilində Malikin ilk sualı bu oldu. Naxçıvana getmişdi, o tərəfləri çox sevirdi, deyə Leyla etinasız halda cavab verdi. Həm də Naxçıvanı doğma torpaq hesab edir. Özü Cənubi Azərbaycandan olsa da, Naxçıvanda yaşayıb, işləyib, torpaq çəkirdi. Malik Əyyuba tərəf döndü və cibindən Kərimin Yaqubla çəkdirdiyi fotonu çıxarıb Leylaya uzatdı. Leyla əvvəlcə şəkilə etinasız yanaşdı. Şəkildir də, hardan tapmısan ki? Soruşdu. Leyla, bu şəkil ötən il Naxçıvanda çəkilib. Yanındakı adam isə Kərim Xalıqovdur. Malik dedi. Bu sözü eşidər-eşitməz Leylaya hakim kəsilmiş etinasızlıq hissi bir anın içində əriyib yox oldu. Leyla əlini dağınıq saçlarına apardı. Əyyub isə sanki nəyisə yadına salıb yenidən rəmzlər cizilmiş kağıza boylandı və dodağı altında mızıldanmağa başladı. Naxçıvan, Naxçıvan, Culfa, Ordubad, tapdım, deyə Əyyub yerindən dik atıldı. Rəhmətlik atanın cızdığı 4-cü rəmz Azərbaycan şəhərlərindən birinə işarə edir. Bir dəqiqə, bu dəqiqə göstərəcəm. Əyyub cəld masanın üzərindəki notebookun arxasına keçdi. İnternetə daxil oldu. Axtarış səhifəsində Ordubad səhifəsini tapdı. Qısa müddətdə Ordubadın müxtəlif fotoları kompüterin ekranında göründü. Fotolar arasında rayonun əqrəbvari xəritəsi də gözə çarpırdı. Əyyub həmin fotonu iriləşdirdi. Baxın, bu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun düz xəritəsidir, dedi. Malik və Leyla nəzərlərini ekrana cəmləmişdilər. Amma hələ heç nə anlamırdılar. Əyyub isə Yaqubun cızdığı 4-cü rəmzi foto ilə tutuşturdu. Yaqub dayı bizi Ordubada göndərir. Yenə deyirəm, əqrəb işarəsini cızmaqla o Ordubada işarə edib, dedi. Orta əsr səyyahları yazırdılar ki, Araz sahilində əqrəbə bənzər bağçalar diyarı var. Böyük tarixçi İskəndər bəy Münşi də bu şəhəri özünün tarixi Aləmərayi Abbasi əsərində vəsf edib. Bu şəhər Ordubaddır. İndi anladınız? Leyla və Malikdən hələ ki cavab gəlmirdi. Əyyub isə əlavə etdi. Günəş və şir. Yəni 1-ci Şah Abbas Ordubaddadır. Labirint deyil, rebus deyil. Hər şey gün kimi aydındır. Deməli vəsiyyətnamə Ordubaddadır. İskəndər bəy Münşi Ordubad haqqında yazırdı ki, bu şəhər dağın ətəyində yerləşmişdi və suyunun təmizliyi, bağ-bağatının meyvəsi, çeşmələrinin gözəlliyi ilə bütün aləmdə məşhurdur. Dünyada elə bir yer və ölkə yoxdur ki, bu lətafətdə və şirinlikdə su çeşmələrinə malik ola bilsin. Oranın cəmaatı qatı şiyədir. Kəramətli Səfəviyyə xanədanına sadiq olmaları ilə məşhurdular. Sonra Əyyub əlavə etdi. O ki qaldı Yaqub kişiyə, atan onun dəqiq saxlanma yerini bilirmiş. Deməli belə çıxır ki, Kərim Xalıqovla atam eyni məzhəbə qulluq edirlər. Leyla bir tərəfdən heyrətini, digər tərəfdən isə 4-cü, sonuncu simvolun tapılmasına görə daxilən yaşadığı sevinci gizlətmirdi. İndi 100% əminəm ki, vəsiyyətnamə var və onu atan sənə həvalə edib, Leyla. Əyyub qürurla dilləndi. Bütün bunlar baş verəndə Leylanın anası və kiçik bacısı evdə yox idilər. Odur ki, Leyla ilk növbədə anasına zəng edib, ondan atasının Kərim Xalıqovla əlaqələrinin olub-olmaması barədə soruşdu. Müsbət cavab almadı. Leylanın anası bu adı 1-ci dəfə eşitdiyini söylədi. Bəlkə bu şəkil təsadüfən çəkilib, deyə Leyla qeyri-ixtiyari tərəddüdünü gizlətmədi. Atası xəstə yatanda iynə üstündə keçirdiyi gecələr Leylanın beynini sanki dondurmuşdu. Əvvələn hər bir detala xüsusi diqqət və həssaslıqla yanaşan qız, indi laqeydlik və inamsızlıq sindromunun bircə addımlığında idi. Bu da təbii idi və bərpa üçün istirahətə ehtiyacı vardı. Leyla, bu son dərəcə ciddi məsələdir. Qoy mən qurama qatili bugün dindirim. Sonra Ordubada yola düşək. Mən, sən və Əyyub, deyə Malik gözücü Əyyuba boylandı. Əyyub təsdiq əlaməti olaraq astaca başını yırğaladı. Onlar Leylanın mənzilindən ayrılanda günorta yeməyinə az qalırdı. Sən indi hara gedirsən? Deyə Malik Əyyubdan soruşdu. Məndə sərbəst iş qrafikdir. Tarix Araşdırmalar Mərkəzində işləyirəm. Sən istəyirsən məni burada düşür. Piyada 5-10 addımlıq yoldur. Əyyub cavab verdi. Yəqin qrant təşkilatıdır.
Əcnəbilərin, eləmi? Haqqın yolunu tapmısan, deyə Malik zarafatyana tərzdə ona göz vurdu. Əyyub isə sadəcə başını yırxalayaraq çiyinlərini çəkdi. Malikin təklifi ilə yolüstü nahar eləmək üçün şəhərin mərkəzindəki kafelərdən birinə baş çəkdilər. Kafeyə daxil olarkən, küçənin sağ istiqamətində dayanmış Toyota'nın sürücüsü və onun yanında əyləşən qarabəniz kişi bütün nəzərlərini onlarda cəmləmişdilər. Bunu tanıyıram. Rəmzlərlə məşğul olur, tarixçidir. Əyyub da adı səhv eləmirəmsə. Dünən gecə Kərim Xalıqovun mənzilinə baş çəkəndə müstəntiq onu da özü ilə aparmışdı. Qarabəniz kişi əlini tüklü çənəsində gezdirərək narazı halda və fars ləhcəsi ilə dilləndi. Baba, bəs deyirdiniz cinayət işi bağlanıb. Sizi başa düşmürəm. O qanunpərəst axmaqdan da göz olmalıyıq. Belə getsə, hələ bu xəbir çox su aparacaq. Hara getsələr getməliyik. Hansı bulaqdan su içsələr, biz də oradan içməliyik. Xalqovun çantasından təəssüf ki, əsaslı bir şey tapılmadı, ağa. Amma onun son vaxtlara qədər gizli şəkildə görüşdüyü Yaqub Nəzərov da artıq canını tapşırıb. Bizim müstəntiqlə rəmzkar onun qızı Leyla ilə yaxındır. Leyla həm də polis əməkdaşıdır. Sürücünün xalis Azərbaycanlı olması nitqindən bəlli olurdu. Qarabəniz kişi İranın gizli cəmiyyətlərindən birinin nümayəndəsi Nasir Rəşidi idi. Əslən Cənubi Azərbaycandan olsa da, mənsubiyyət köklərini tamamilə itirərək İran dövləti qarşısında sadiqlik andı içmiş, özünü fars milliyyətli elan etmişdi. Sükan arxasında əyləşən, ixtisasca jurnalist olan təxminən 40 yaşlı Musa Səidov isə Rəşidinin köhnə tanışlarından idi. Musa bir neçə il bundan əvvəl İranda həbs olunmaq təhlükəsi ilə üz-üzə qalanda təsadüfən Rəşidi onu xilas etmişdi. Əks halda casus damğası ilə Səidov ömürlük həbsə göndəriləcəkdi. Həmin andan Musa Rəşidinin əlaltısına çevrilərək onun tapşırıqlarını yerinə yetirirdi. Azərbaycanın bölgələri ilə bağlı saxta materiallar hazırlayır, İran telekanallarından birinə ötürürdü. Musanın demək olar ki, hər yerdə tanışları vardı. Təbii ki, bu insanlar Musanın əsl iç üzündən xəbərsiz idilər. Amma Musa onlardan öz məqsədləri naminə istifadə edirdi. Qazancı da pis deyildi, hərçənd Rəşiddən aldığı pulları çox qısa müddətə göyə sovururdu. Əyləncə və istirahətə, dəbli və bahalı geyimlərə xərclədikləri qazandıqlarında çox idi. Musa ilə Yaqub bir dəfə üz-üzə gəlmişdilər. Musa ondan Azərbaycanın qədim xristianlıq rəmzləri ilə bağlı müsahibə almışdı. Hətta Əyyub pul qabının müvafiq yerində Musanın biznes kartını da bu günə qədər saxlayırdı. Musa tükü-tükdən seçdiyi üçün Əyyubun Malik və Leyla ilə boş-boşuna əlaqədə olmadığını anlayırdı. Əslində Musa və onun ağası Rəşidi üçün əsas hədəf Leyla idi. Bunun isə mənbəyini Xalıqov öldürülən gün, üstündən götürülən, daha doğrusu oğurlanmış çantada axtarmaq lazım idi. O çanta ki, bu günə qədər Malikin yadından çıxmırdı. İstintaq prosesində ən başlıca sübutlardan biri kimi adına rast gəlmək olardı. Çünki Nərgimin Xalıqova iddia edirdi ki, əri evdən çıxarkən geyim və digər əşyalar olan yol çantası ilə bərabər diplomat çantanı da özü ilə götürmüşdü. Malik polis dairəsinin dəhlizi ilə addımlayarkən əlində öz xətti ilə yazdığı 2 kağız tutmuşdu. Kağızlardan biri bir həftəlik icazə ərizəsi. Hələ özü də dəqiq bilmirdi ki, Ordubadda neçə müddət qalacaq. Çünki hər şey Əyyub və onun aşkara çıxaracağı rəmzlərin izahından asılı idi. Digəri isə Xalıqovun ölümündə şübhəli bilinən Niyaz Qəribovun dindirilməsi ilə bağlı icazə vərəqəsi idi. Malikin bir həftəlik icazə xahişini polkovnik Rəsulov əvvəlcə narazı qarşıladı. Çünki Malikin üzərində tökülüb qalan işlər çox idi. Onlardan da biri Kərim Xalıqov və Rəfi Zeynalovun ölümü ilə bağlı istintaq prosesi idi. Hərçənd Malik inandırmağa çalışırdı ki, cinayət işini yekunlaşdırıb, sənədləri dövlət ittihamçısına təhvil vermək olardı. O ki qaldı dindirməyə, məlum məsələdir ki, hər gələn özü ilə yeni qaydalar gətirir prinsipi ilə işləyən polkovnik Rəsulov bütün dindirmələrin keçirilməsinə şəxsən özü razılıq verirdi. Hər iki kağızda dərkənarı vardı. Malik Niyaz Qəribovun dindirməsini apardıqdan sonra evə qayıdaraq sabaha hazırlaşmalı idi. Səfərin isə ünvanı bəlli idi. Amma Malik Ordubada nə üçün və kimlərlə yola düşdüyünü nəinki polkovnik Rəsulova, heç Tamillaya da söyləməmişdi. Elə məsələlər var ki,
Onları heç ailədə də bölüşmək olmaz. Malik belələrindən idi. Əslində Malik Qəribovu dindirmədə gecikmişdi. Daha dərinə getsək, bu dindirməni keçirmək belə istəmirdi. Peşəkar polis əməkdaşı kimi başa düşürdü ki, Qəribovun peyda olması hansısa gizli oyunun tərkib hissəsidir. O oyun ki, onun qurbanlarının siyahısında Yaqub kişi, Kərim Xalıqov və daha kimlərin adlarına rast gəlmək olardı. Amma qeyri-rəsmi ezamiyyət ərəfəsində polis idarəsinin müvəqqəti tədrisxanasına gələn Malik, insan cildinə girmiş əsl yalanın nə olduğuna bir daha baxmaq istədi və bütün hisslərini cilovladı. İlk suallarında şübhəli şəxsə, 55 yaşlı Niyaz Qəribova yalançı olduğunu sübut etməkdən çəkindi. Sadəcə ənənəvi suallar verdi və qarşı tərəfi dinlədi. Rəfi Zeynalovu nə vaxtdan tanıyırsınız? 10 ildən artıqdır qədiş. Bəlkə də bir 13, 14 il olar. Niyaz Bakı ləhcəsi ilə danışmağa çalışsa da, süyünlülük o dəqiqə hiss olunurdu. Qədiş burada olmur. Malik ciddi nəzərlərini Niyazın düz gözlərinin içinə zillədi. Hardan tanıyırsınız? Köşklərin xod gedən vaxtı şəriyə bir obyekt açmışdıq. Elə bu? Butqadan qabaq. Malik amiranə tərzdə soruşdu. Dedim axı, köşk açmışdıq. Rəis, mən bərbərəm. O da başını mənə etibar edirdi. Bir dəfə mən ona dedim ki, ay Rəfi, mən bərbərəm. Amma millətin başı o qədər qarışıb ki, başını qırxdırmaq belə deyəsən yadından çıxıb. Gəl pul qoyaq, bir iş görək. Mənim bir-iki yerdə tanışım var. Bir də ki, puluna minnət. Ver, işini gör. Nəysə, 5 manat o qoydu, 5 manat mən. Açdıq butkanı. Elə bir 3-4 ay keçmişdi ki, qərar çıxdı ki, butkalar yığışdırılmalıdır. Günlərin bir günü baxıb gördük ki, yekə bir kran başımızın üstünü kəstirib. Söküb apardılar. Qaldıq yetim. Rəfi Zeynalovla sonraki münasibətləriniz hansı səviyyədə oldu? Heç nə. Yenə gəlirdi, saçını qırxırdım. Bilirəm niyə işarə vurursunuz. Məndən borc almağına. Bir dəfə dedi ki, qızımı köçürdürəm, pul lazımdır. Niyaz sanki yazılmış mətni əzbərdən söyləməyə çalışırdı. Nə vaxt olmuşdu bu? Deyə Malik onun sözünə qəfil kəsdi. 1-3 il olar, 2008-in əvvəlində. Deyə Niyaz bir qədər kəkələdi. Hə, əvvəlində. Nə qədər pul vermişdiniz? Malik amiranə tərzdə soruşdu. Təxminən bir 12 min. Sonra 4 minini qaytarmışdı, amma 2 il idi ki, elə hər gün deyirdim ona. Qalanını qaytarmırdı. Çətin adam idi. Qətlin səbəbi elə bu idi. O sizə yerdə qalan borcunu qaytarmır və siz də sübh tezdən onu cəhənnəmə göndərirsiniz, deyə Malik əlini çənəsində gəzdirdi. Niyaz əli ilə üz gözünü ovuşdurdu. Aramızda mübahisə düşdü. Təxminən 1 ay bundan əvvəl olardı. Rəfi başından böyük qələt eləyib, var yoxdan söydü, dedi və birdən-birə sanki özü də söylədiyi ifadədən diksindi. Yoldaş müstəntiq, siz olun mənim yerimdə. Dedim ona üzr istə. İstəmədi. Bəs Kərim Xalıqov? Ona da güllə ilə vurmusunuz. Ümumiyyətlə, silah sizdə hardan idi? Malik biclik yağan nəzərlərini düz onun gözünün içinə zillədi. Niyaz ayağa qalxıb otaqda gəzinməyə başladı. Mən vəkil tələb edirəm. Vəkil. Çünki nə olubsa, hamısını yazıb altından qol çəkmişəm, dedi. TT-yə silah deyirsiniz? Uşaqlar heç onunla oynamır. Nə fərqi var hardan tapmışam? Əsas odur ki, o oğraşı gəbərtmişəm. O biri bədbəxt də 1-2 priyom göstərmək istədi. Cavabını aldı. Sonra da dözməyib maşına od vurdum. Tək başına. Malik hələ ki hövsələsini boğmağa çalışırdı. Nədir ki, bacarmaram? 1000 dənə Rəfi kimi murdar gəlsə, yenə də bacarıram, yoldaş müstəntiq. Niyaz özündən razı görünürdü. Buna bax hala, var yoxdan söyür. Söydü, payını da aldı. Burada Malik dözmədi. Gözətçi, deyə səsinə güc verdi. Gözətçi oğlan dərhal içəri daxil oldu. Malik Niyazla burun-buruna dayandı və son sözlərini dedi. Yazıqsan. Dünyanın heç bir var dövlətini bir günlük həbsxana həyatına dəyişmək olmaz. Onsuz da ömürlük alacaqsan. Yaxşı fikirləş. Törətmədiyin cinayəti boynuna alma. Bizim dövlətimiz müdrikdir. Cəzan yüngülləşər. Ən azından mənim səmimiyyətimə güvənə bilərsən. Niyaz onun sözlərinə əhəmiyyət vermirdi. Maliki kinayə ilə süzürdü. Malik isə son sözünü demişdi.
ürəyindəkiləri boşaltmışdı. Deməli, Ordubada yola düşə bilərdi. 6-cı fəsil. Araz qoynuna. Ordubada. Yol gedir Ordubada. Sərkərdə qoçaq olsa, heç verməz Ordubada. Şifahi xalq ədəbiyyatından. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlanana qədər bu torpağa ən rahat gediş-gəliş dəmir yolu idi. Araz boyunca hərəkət edən qatar insanı sanki ən xoş və qayğısız anlara aparırdı. Elə bil mirvari kimi düzülmüş bu vaqonlar təbiyyətlə dil tapmağa çalışırdı. Amma ünsiyyətə zaman yox idi. Qatar dayana bilməzdi. Təbii ki, bugün Ermənistan Respublikasının ərazisi kimi tanınan torpaqlar 20-ci əsrin ikinci 10 illiyinə qədər Azərbaycana məxsus olub. Bu torpaqlar dədə-babalarımızın bizə qoyub getdikləri miras idi. Biz isə onun varisləri. Təəssüf ki, kiməsə qayğı, kiməsə diqqət, kiməsə xeyirxahlıq nümayiş etdirən bəzi rəhbərlər qardaş xalq üçün tədricən əsl şərait yaratmağa müvəffəq olmuş və son olaraq Zəngəzur dərələyəzi mahalını da onlara bağışlamaqda bir günah görməmişdilər. Nəticədə qədim Naxçıvan torpağı Azərbaycandan ayrı düşmüş və 1924-cü ildə Naxçıvan Sovet Sosialist Muxtar Respublikası yaranmışdı. 1991-ci ilə qədər Naxçıvanı Azərbaycanla birləşdirən iki xətt vardı. Biri dəmir yolu, digəri əsrlərin şahidi olan Araz. Müharibə başlandıqdan sonra dəmir yolu xətti ləğv edildi. Araz tənha qaldı. Amma tənhalığını biruzə vermədi. Çünki həm sağ, həm də sol sahili elə ona məxsus idi. Elə ki, dəmir yolu bağlandı, hava məkanı və İran-İslam Respublikası ərazisindən keçən magistral yolu, blokada şəraitində yaşayan bu qədim torpağa gediş-gəlişi üçün tam şəkildə açıq elan edildi. Naxçıvanla bağlı rəvayətlər saysız hesabsızdır. Amma bu da danılmaz faktdır ki, bu torpaq bəşər tarixinin yaranmasına şahidlik edən bir məkandır. Qədim deyimlərə görə, Nuh Peyğəmbərin gəmisi də tufandan sonra məhz burada lövbər salmışdı. Tanrı sanki həmişə əlini bu torpağın üzərində saxlayıb, ona o qədər təbii sərvət bəxş edib ki, bəlkə də dünyanı gəzib dolaşsan belə, beləsinə tapmazsan. Üstəlik, ədalətsizliyə qarşı ilahi sükunətlə cavab verən insanların toplandığı, daşlaşdığı məkan, Əshab-ı Kəhfə baş çəksən, ürəyində tutduğun arzu cin olar deyirlər. Yenə də 1991-ci ilə qədərki dönəmə qaydırıq. Bakıdan Naxçıvana doğru yön alan qatar Ermənistanın Mehri rayonundan keçərək Naxçıvana daxil olurdu və qatarı ilk salamlayan əqrəbvari diyar Ordubad olurdu. Bura bağlar, güllər və bülbüllər şəhəri də deyirlər. Səfalı təbiət burada insanın ruhunu sığallayır. Onu doğma balası kimi əzizləyir, saflaşdırır, kamilləşdirir. Həmişə bu torpaqdan söz salarkən, Azərbaycan xalqının ümumilli lideri, Naxçıvan torpağının yetirməsi və ən ağır vaxtlarda onun yanında olmuş Heydər Əlirzoğlu Əliyevin dillər əzbəri olmuş kəlamı yadıma düşür. Ordubad Azərbaycanın incisidir. Azərbaycanımız isə dünyanın incisidir. Ordubad torpağının mənşəyi barədə müxtəlif mülahizələrə, məzəxlərə rast gəlmək olar. Bəziləri bunu ordu və bal, pat və ya aba hissələrindən ibarət sayır. Mənası isə ordu yeri deməkdir. Digər mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda Orbad, Urdubad, Orduvad və sair adlandırılıb. Tədqiqatçı Hüseyniyə görə isə bu toponimin əvvəl Ordubad adlanıb və bəyin qalası mənasını verib. Sonralar bəy qalası böyüyüb şəhərə çevrilibmiş. Bəzi tarixçilər isə Ordubad anlamının Monqollar dövründə meydana gəldiyini israrla iddia edirlər. Belə ki, hələ 7-ci əsrdə tarixçi Sebeosun Naxçıvan ərazisində Ordubad adlı şəhərin olduğunu qeyd etməsi, onun daha qədim köklərə malik olduğunu sübuta yetirir. Ümumiyyətlə, Ordubadın salındığı dəqiq tarix müəyyənləşdirilməyib. Lakin bu ərazi dünyada ən qədim insan məskərlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına gəldikdə isə qeyd etməliyik ki, bu ada ilk dəfə 5-ci əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs məbədlərindən biri sayılan Gəmi Qaya dağı da Ordubaddadır.
Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində eramızdan əvvəl 2-ci, 1-ci minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Qədim Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində eramızdan əvvəl 2-ci, 1-ci minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. O ki qaldı tanınmış simalarına, Nəsrəddin Tusi, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi bu torpağın yetirməsi idilər və təkcə ixtirası ilə 2-ci Dünya müharibəsində qüvvələr nisbətini dəyişməkdə xidmətləri olmuş Yusif Məmmədəliyevin adını çəkmək kifayətdir ki, bu qədim torpağın yetirmələrinin nəyə qadir olduqlarını sübuta yetirək. Malik, Əyyub və Leylanı Naxçıvana gətirən təyyarə axşama yaxın hava limanına eniş edirdi. 50 dəqiqəlik yol, Leylanın ömründən 50 gün aparmışdı. Yorğun və əzgin görünürdü. Malik bu müddətdə yalnız və yalnız Niyazla olan söhbəti barədə düşünürdü. Dil dodağını çeynəyirdi. Çünki insan cildinə girmiş, yalanla üz-üzə dayanmışdı. Əyyub isə elə yol boyu Kərim Xalıqovun yarımçıq qalmış elmi araşdırmasını vərəqləmişdi. Harda gecələyəcəyik? Deyə Naxçıvan hava limanının önündə Leyla tərəfindən ünvanlanan ilk sual bu oldu. Yəqin ki, bu böyük şəhərdə bir otel olar, deyə Əyyub arxayınlıqla cavab verdi. Doğrudan da soraqlaşıb şəhərin mərkəzindəki mehmanxanaya getdilər və ünvana yetişənə qədər bu göz oxşayan şəhərin axşam mənzərəsindən zövq aldılar. Doymaq bilmədilər. Naxçıvan min bir gecə nağıllarını xatırladırdı və sanki Şəhrizadın özü belə öz nağılını Naxçıvanda danışmaqdan ehtiyat edirdi. Mehmanxananın vestibülündə 25-26 yaşlı bir oğlan onları elə Naxçıvan ləhcəsi ilə qarşıladı. 4-cü mərtəbədə 2 nömrə üçün sifariş verildi. Əyyub və Malik eyni nömrədə gecələməli oldular. Leylanın nömrəsi isə dəhlizin yuxarı başında idi. Əyyub nömrənin eyvanına çıxaraq nəfəsini ciyərlərinin lap dərinliklərinə qədər çəkdi. Təmiz havanı bütün bədənində hiss etdi. Hiss etdi ki, bədənində dolaşan hava yad deyil, doğma torpağın nəfəsidir. Səhər ertədən Malik bir taksi əylədi və avtomobil Arazın sahili ilə Ordubada doğru istiqamət götürdü. Sürücünün yaşı 30-dan yuxarı olardı. Qaraqabaq adam təsiri bağışlayırdı. Siz də Naxçıvandansınız? Deyə Malik sürücüdən xəbər aldı. Sual sanki sürücüyə sancıldı. Bakıdan gələnlərdə nə adətdir belə soruşmaq hardansan? Əslində bizdə də soruşurlar, amma mən heç bəyənmirəm. Əvvəla dadaş, hamımız Azərbaycanlıyıq. Ona görə ki, dedi. Sonra əlavə etdi. Mən Ordubaddanam. Gündə 4-5 dəfə gəlib gedirəm Naxçıvanın Ordubada, Culfiya, necə deyərlər, Allah darda qoymuş. Yəqin ali təhsilisiniz, deyə Leyla maraqla soruşdu. Yox ay bacı, öz günahım olub, oxumamışam. Amma buna şükür. Dadaşım Bakıda yaşayır. Bu ev tikintisində mühəndisdir. Nə qədər deyil, gəl köç Bakıya, gedəmirəm. Sürücü elə danışırdı ki, sanki onları çoxdan tanıyır. Qoca bir atamız var. Yaşı 70-dən yuxarıdır. Həm ona görə qalmışam. Axı vətəndir. Bu yaşında Ordubadı qoyub getmək istəmir. Həm də o biri tərəfdən nə var Bakıda? Hamı Bakıdadır. Heyif deyil Ordubad. Sürücünün xoş və maraqlı, istiqanlı söhbətləri Naxçıvandan Ordubada qərar olan məsafəni əritdi. İsti isə doğrudan da adamı əridirdi. Ümumiyyətlə, Naxçıvan torpağının iqlimi kontinental xarakterlidir. Qışda getsən gərək 2 qat əyinlik götürəsən. Yayda gəzmək istəsən, günün şıltaqlığına dözməlisən. Amma bu torpağın istisi belə adıma xoşdur. Çünki şairayına aşırımlı qayalar, qoca çınarlar, qoz ağacları, Ordubadda qoza cəviz deyirlər, həzin səsli bulaqlar, həsrət baxışlı cənub dağları insana lap behişti xatırladır. Söhbət əsnasında heç biri Ordubada gəlişinin əsl səbəbini söyləmədi. Şəhərə yetişəndə sürücü avtomobili Ordubadın məşhur Sərşəhər adlanan məhəlləsində saxladı. Şəhərin böyük və əsas məhəllələrindən biri olan Sərşəhər məhəlləsinin mərkəzində yerləşdiyi üçün məscid belə adlanır. Sərşəhər sözü şəhərin başı, mərkəzi mənasındadır. Bu məhəllədə qədim tikililərə daha çox təsadüf olunur. 18-ci əsrin əvvəllərində Naxçıvan sancağının Azad Ciran nahiyəsinə daxil olan Ordubad qəsəbəsinin məhəllələrindən birinin adı
İndi olduğu kimi Sərşəhər məhəlləsi olmuşdu. Ordubadlılar bura adətən Şəşəri meydanı deyirdilər. Yaxşı, bəs harda qalacaqsınız? Sürücü üzünü arxa tərəfə çevirdi. Axşama qədər tarixi yerləri dolaşarıq. Əyyub cəld tərpəndi. Siz yaxşısı budur, mobil nömrənizi verin. Zəng edərik, elə burada görüşərik. Şəhərimiz o qədər də böyük deyil, amma tarixi kitablara sığmaz, deyə sürücü gülümsündü. Buralara nabelətsiniz, aza bilərsiniz. Tarixi şəhərdə azmaq günah olar, deyə Əyyub gülümsündü. Sürücü xoş məzəmmət etdi. Dadaş, gözlərini yaxşı aç. Sən Ordubada gəlmisən, dedi. Buranın insanları qonağı öz ev adamından ayırmaz. Süfrəmizin nəyi varsa, hamısı qonağa qurbandır. Ən yaxşı yerdə sizə yer salarıq, dincələrsiniz. Həm də hava da bürküdür. Gedək bizə. Sizə əla bir maş şorbası hazırlatdırım. Bakıya qaydana qədər bizdə qalarsınız. Maş nədir? Deyə Malik soruşdu. Maş, yəni lobiya dadaş, sürücü gülümsündü. Bizdə Ordubadda maş şorbası firmeni yemək sayılır. Maş, lobiya. Gərək Ordubad ləhcəsini öyrənim. Malik gülümsündü. Sürücünün mehribanlığını hansısa bəhanə ilə dəf etmək artıq müşkül məsələyə çevrilmişdi. Nə Əyyub, nə də Leyla danışa bilirdilər. Amma Malik əvvəlcə Leyla və Əyyuba boylandı. Sanki baxışları ilə hər şey qaydasındadır. Niyə də yox? Söylədi. Adım Əkbərdir. Özüm bura yaxın məhəllədə yaşayıram, deyə sürücü yenidən şirin dilini işə saldı. İlahi, bütün dünyanı gəzsən, belə qeyri-adi, hər daşı tarixə şahidlik edən küçələr, hasarlar görməzsən. Düzdür, ildən ilə yerli icra orqanları, sakinlər yaşadıkları məhəllələrə əl gəzdirir, yollara, küçələrə asfalt çəkir, daş döşəyir, rəngləyir, müasirliyə meyl edirlər. Amma nə etsələr belə, Ordubad öz tarixi qiyafəsinə dəyişmirdi. Əkbərgilin evi Sərşəhər, yaxud Ordubadlıların dilindən söyləsək, Şəşəri meydanının yaxınlığında idi. Əkbərgil bu evdə əvvəl 5 nəfər yaşayırdılar. Atası Sadıq kişi, həyat yoldaşı Zemfira və 2 oğlu, Nizami və Salman. Sadıq kişi yaşı 70'i haqlamış bir qoca idi. Uzun illər Yeni Ordubad, hazırki El Həyatı qəzetində çalışmışdı. Ordubadın tarixi, etnoqrafiyasına yaxşı bələd idi. Həm də dindar insan idi. Namazını bir dəqiqə belə gecikdirməz. Ramazan ayında Allah rizasına orucunu saxlayar. Kasıba, yoxsula, kimsəsizə yaxşılığını əsirgəməzdi. Sadıq kişi Ordubadın gözlərindən idi. Ötən il rayon icra hakimiyyəti ona Ordubad qarşısındakı xidmətlərinə görə xüsusi diplom və pul mükafatı da təqdim etmişdi. Sadıq kişi həyat yoldaşını 2 il bundan əvvəl itirmişdi. 2 il bundan əvvələ qədər bu nurani qocanın vücudunda bir qüvvət duyulurdu. Həyat yoldaşı ilə əbədi vidalaşandan sonra Sadıq kişinin qaməti əyildi, rəngi soldu. Fikir gəmsi bir gecənin içində bu müdrik insanın beyninə hücum çəkib lövbər saldı. Amma Sadıq kişi qeyri-ixtiyar da olsa hələ də şıxlığını saxlamış. Yalnız qamətini fikrə təslim etmişdi. Ruhu isə sanki əbədi olaraq niçbinliyə köklənmişdi. Ən ağır anında belə Sadıq kişi sanki Tanrı ilə söhbətdə olurdu. Sadıq kişi insanlara niçbin əhval-ruhiyyə bəxş etməyi bacarırdı və bunun gücünü elə Tanrının özündən, əlini açıb dua edərkən, onunla etdiyi söhbətlərdən alırdı. Bir sözlə, Ordubadlıların təbirincə desək, Sadıq kişi əsl Allah adamı idi. Ordubadda az sayda ev tapılar ki, orada çeşmə olmasın. Sadıq kişinin həyətindəki çeşmə məhəllənin ən böyük çeşməsi sayılırdı. Müasir dövrümüzdə ərzağı soyuducudan başqa harda saxlamaq olar? Ordubadda isə əsrlərdən bəri bir ənənə mövcud idi. Təamın saflığını və keyfiyyətini, sərinliyini yalnız yerin altındakı çeşmələr təmin edə bilərdi. Evlərdə çeşmə qurmaq cənub mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindən idi. Və Sadıq kişi qonaqlarını gülər üzlə qarşıladı. Onları evin 2-ci mərtəbəsindəki külafirəngiyə dəvət etdi. Buradan görünən dağların mənzərəsinə yalnız qift etmək olardı. Malik və Əyyub masa arxasına keçdilər. Amma Leyla külafirənginin dirəyinə söykənib, mənalı nəzərlərini dağlardan çəkmirdi. Sadıq kişinin gəlini, Əkbərin həyat yoldaşı Rəsmiyə ona yanaşaraq masa arxasına keçməyə təklif etdi. Gözəl mənzərəniz var.
Leyla sanki bulutlarda uçurdu. Gözəl günün olsun bacım. Geçin, çayınızı soyutmayın. Rəsmiyə mehribanlıqla gülünsündü. Əyyub masa arxasında coşmuşdu. Gəlib buraları görəndən sonra adam heç getmək istəmir. Biz də güyə yaşayırıq. Şəhərin tüstüsü, dumanı, küləyi, hələ elmi texniki inqilabın faciəvi nümunələrindən danışmıram. İnkişaf edirik. Amma ömrümüzü qısaldırıq. Torpağımızdan uzaqlaşırıq. Sadıq kişi əlindəki qotazlı təsbehini çevirərək xoş təbəssümlə dilləndi. Bir gün şah 7 sadiq quluna azadlıq vermək qərarına gəlir. Hamısını hüzuruna yığıb deyir. Sabahdan sizi azad edirəm. Amma bir şərtlə. Hər bir qul mənə öz arzusunu deyəcək. Qullar bir-bir arzularını şaha çatdırır. Biri qızıl, daş-qaş arzusunda olur. O biri əyalətə hakim olmaq istəyir. Digəri ailə qurmağa can atır. Növbə gəlib sonuncu qula çatır. Qul deyir. Şah sağ olsun. Mən düz 5 ildir ki, doğma torpağımdan didərgin düşmüşəm. Ən böyük arzum torpağıma qayıtmaqdır. Qayıdıb doğmalarımı bağrıma basmaqdır. Şah bu sözlərdən təsirlənir. Dərhal tapşırıq verir ki, qula qiymətli hədiyyə, daş-qaş, üstəlik onu vətəninə aparması üçün dəvə versinlər. O biri qulları isə şah əliboş yola salır. Doğrudan da doğma vətəndən şirin elə vətənin özü ola bilər. Bakıdakı Əfqan oğlum elə hey deyir ki, ay ata, yığış gəl bura. İmkanı da pis deyil. Deyirəm, yox ki, yox. Qoca yaşımda torpağımı atıb hara gedirəm. Bu torpaqdır məni yaşadan. Bu zaman Leyla artıq masa arxasında əyləşmişdi. Leyla qoz mürəbbəsindən bir qaşıq götürüb yedi. Sizin bu mürəbbədən olmaz da, çox bəyənirəm, deyə məmnunluqla dilə gətirdi. Əkbər özündən razı halda dilləndi. Cəviz mürəbbəsini yemək üçün gərək mütləq Ordubada gələsən, dedi. Sonra üzünü Malikə tutaraq əlavə etdi. Bayaq heç soruşmadım, dadaş, bu tərəflərə xeyir ola. Malik özünü itirmədən Əyyubu təqdim etdi. Əyyub Yusifov, ölkəmizin türklər demişkən, ünlü tarixçilərindən biri. Əyyub tarixi abidələr haqqında kitab yazır. Ordubadakı maşallah, qədim tarixin bir parçasıdır. Ordubad çox qədim şəhərdir. Bəzi üzdanıraq tarixçilərimiz onun yaşını azaltmağa çalışıblar. Necə azalda bilərlər ki? Burada eramızdan əvvəl 2-ci minillikdən xəbər verən abidələr var. Gilan şəhərinin isə yaşı bilinmir. İndi orada xarabalıqdan başqa heç nə qalmayıb. Sadıq kişi ürək yanğısı ilə danışırdı. Əyyub burada söhbətə qoşuldu. Yəqin ki, söhbət Kiran şəhərindən gedir. Kiran qalasının bürclərindən birini görmüşdüm. O şəhər bura yaxındır. Sadıq kişi dedi. Buradan bir xeyli yol var. Kələntər Dizə kəndinin yaxınlığında yerləşir. Əkbər aparar sizi. O xaraba Gilan tarixin yaddaşıdır. Şəhərə vaxtilə tacirlər gələrdi. Azərbaycanın heç bir güşəsində memarlığına rast gəlinməyən evlər tikilərdi. Amma əsrdən əsrə üsyançılar şəhəri xarabaya çevirdi. Manqollar bura gələndə daşı daş üstə qoymadılar. 17-ci əsrdə Osmanlılarla 1-ci Şah Abbasın apardığı müharibələr zamanı şəhər yer üzündən silindi. Elə şah da şəhərin dağılmasında az rol oynamadı. Şah Abbas, deyə Malik məna dolu baxışlarını Əyyuba zillədi. Amma bir fakt da var ki, Kiran şəhəri, yaxud Xarabagilanın adı Səfəvi dövlətinin fərmanlarında xüsusi qeyd olunur. Sadıq kişi təsdiq əlaməti olaraq başını yellətdi. 1-ci Şah Abbas Səfəvi. Böyük sərkərdə olub. Həm də Ordubada yaxşı münasibət bəsləyib. Bizim şəhəri vergidən azad edib. Əyyubun marağı daha da artmışdı. Bəs niyə Şah Abbas Gilanı dağıtdı? Deyə soruşdu. Sadıq kişi qotazlı təsbehini çevirdi. Şah təkcə Gilanı dağıtmadı. Səfəvilərdə belə bir siyasət vardı. Səfəvi ordusu düşmən qoşunu qarşısında tab gətirməyəcəyini görüb ərazidən çıxırdı. Amma çıxmazdan əvvəl həmin torpaqları viranə qoyurdu ki, düşmənə qismət olmasın. Yandırılmış torpaq siyasəti deyərmişlər buna. Ürək yanğısı ilə dilləndi. Sadıq kişi danışdıqca Əyyub beynində götür-qoy edirdi. Hiss edirdi ki, bu nurani qocanın onlara köməyi çox dəyə bilər. Leyla isə söhbətin məğzini nədənsə dəyişdi. Əslində mənim rəhmətli atam Cənubi Azərbaycandandır. 1945-ci ildə orada milli hökumət yıxılanda atamın ailəsi Naxçıvana gəldi. Atam Naxçıvanda doğulub. Əkbər burada təbəssümünü saxlaya bilmədi.
Leyla xanım, daha niyə demirsiniz ki, elliyik? Dedi. Leyla eyni ifadə ilə cavab verdi. Amma mən Bakıda anadan olmuşam. Yəni, anam bir gündə dözsəydi, şəhadətnaməmdə Naxçıvan yazılacaqdı. Atam da tarixçi idi. Naxçıvanda bir müddət müəllim işləyib. Malikin isə nəzərləri fikir ünvanında üzən Əyyubda idi. Bakıdan gələn qonaqların sual-cavabları, Sadıq kişinin mehribanlıq yağan söhbətləri düz gecə yarıya qədər çəkdi. Malik və Əyyuba öz istəklərinə uyğun, külafirəngidə yataq tədarükü görüldü. Leyla isə külafirəngiyə qonşu otaqda yerləşdirildi. Gecə ulduzları ilə bərabər ordubadın üzərinə nağılvari bir örtük çəkmişdi. Sükut hökmranlıq etmirdi. Ona hakim kəsilənlər vardı. Səs-səsə verib, sanki bir-birinə nəyisə anlatmağa çalışan isaq-musaq quşlarının sədası və bir də şübhəsiz ki, ordubad boyu uzanan vəfalı Arazın səsi. 7-ci fəsil. Gilan xərabələri. Ordubadın ulduzlu gecəsi özünü dan yerinə təslim edər etməz, sübh azanı sanki göyün dərgahından eşidilməyə başladı. Malik gözlərini ovuşduranda Əyyubu bardaş qırıb mütaliə edən gördü. Amma bu mütaliə deyildi. Əyyub əslində Kərim Xalıqovun yarımçıq elmi işini vərəqləyirdi. Düşünür, dəftərçədə qeydlər aparırdı. Bürküdə yatmaq olmur, deyə Malik onun yanında əyləşdi. Nədir yenə? Nəsə tapmısan? Əyyub elmi işi kənara qoyub dedi. Maraqlısı bilirsən nədir? Xalıqov dağılmış şəhərin türbəsindən bəhs edir. Varislər 18-ci əsrə qədər bu türbədə gizli şəkildə görüşürlərmiş. Bəlkə söhbət elə xaraba gilandan gedir. Yəni qədim Azərbaycan şəhəri olan Kirandan. Kiran barədə Malik ciddi tərzdə dilləndi. Əyyub, özümüzü elə aparmalıyıq ki, heç kim duyuq düşməsin. Mən o gün qeyri-rəsmi dindirmə keçirdim. Hətta rəisimiz Rəsulovdan da gəldiyim yeri danmışam. Bilirsən, Əyyub, Niyazovun heç nədə günahı yoxdur. O yaxşıca pul alıb oyuna girib. Niyazov yalan deyir. Gözünün içinə qədər yalan deyir. Mənə elə gəlir ki, nə elə gəlir? Deyə Əyyub sual dolu baxışlarını ona zillədi. Malik ordubada gələr-gəlməz kölgəsindən belə şübhələnməyə başlamışdı. Əkbər onları xaraba gilana aparanda Malikə elə gəlirdi ki, sanki kimsə onları izləyir. Odur ki, gözünü yoldan çəkmədi. Günəşin şüalarında qıvrılan yol demək olar ki, bomboş idi. Yalnız 2 avtomobildən savayı. Onlardan birini Əkbər idarə edirdi. Digəri isə naməlum ağ rəngli Jiguli idi. Qədim Gilan şəhəri təpədə yerləşirdi. Burada rast gəlinən çoxlu sayda qədim tikili qalıqları açıq səma altında canlı muzeyi xatırladırdı. Kiran qalasının bürcü cənub istiqamətinə işarə edirdi. Beləsini dünyada gəzsən tapmazsan, deyə Əkbər xoş atmacasından qalmadı. Əyyub qalıqların üzərindəki işarələrə göz gəzdirirdi. Leylanın gözləri dörd olmuşdu. Malik isə ətrafa boylanırdı. Sanki kimisə axtarırdı. 2 tapıntı isə eyni vaxtda baş verdi. Əyyubun gözləri iri təpənin yamacındakı sərdabiyə sataşdığı anda Malik bir qədər aralıda, yolun kənarında dayanmış və bayaqdan elə yol boyu onların arxasınca gələn həmin ağ Jigulini əşkər etdi. Əyyub sərdabənin dağılmış qülləsinə nəzər saldı və qulaqlarında Xalıqova məxsus və sübhə qədər dönə-dönə oxuduğu elmi işin bəzi sətirləri cingilləndi. Varislərin görüşdüyü məkan qülləli türbə idi. O dağılmış qədim Azərbaycan şəhərlərindən birində yerləşirdi. Bura həm təhlükəsizlik, həm də yaxınlıq baxımından sərfəli idi. Əyyub bu sətirlərdən sonra dodaqaltı mızıllandı. Türbə. Qülləsi dağılıb. Sərdabəsi qalıb. Leyla sual dolu baxışlarını ona zillədi. Əyyub, nəsə tapdın? Əyyub astaca cavab verdi. Xalıqov deyəsən bu türbədən danışırmış, deyərək sərdabiyə doğru addımladı. Leyla Əyyubun arxasınca addımlamağa başladı. Onlar düzbucaq şəklində tikilmiş sərdabiyə daxil oldular. Əyyub mobil telefonunun fanarını işə saldı. Sərdabənin tən ortasında göbələkvari sütun görünürdü. Əyyub barmaqlarını sütunun üzərində gəzdirməyə başladı. Leyla sütunun arxa tərəfini keçərək soruşdu. Səncə vəsiyyətnamə buradadır? Əyyub barmaqları ilə sütunu astaca döyəcləyirdi. Yox, burada olması inandırıcı deyil. Amma Xalıqov buranı bizə işarə edir. Varislər burada görüşürmüşlər.
Məncə Xalıqov burada bir dəqiqliyi unudur. Varislərin görüşü yox. Varislərin vəsiyyətnaməni qoruyanlarla görüşü. Əyyub bu sözləri deyib başını yuxarı qaldırdı. 8 güşəli Sərdabə, deyə əlavə etdi. Sərdabənin önündə isə hadisələr başqa cür cərəyan edirdi. Ağ Jiguli xarabalıqlardan kənarda dayanmışdı. Malikin asta-asta ona sarı addımlaması Əkbəri əməlli başlı şübhələndirmişdi. Dadaş, ay dadaş, nə olub sənə? Deyə o təəccüblə soruşdu. O kimin maşınıdır elə? Deyə Malik soruşdu. Yol boyu arxamızca gəlib. Əkbər Jiguliyə sarı boylandı və çiyinlərini çəkdi. Bilmirəm, nədir ki? Hardan çıxardın ki, o bizi güdür? Deyə laqeyd dərsdə soruşdu. Malik avtomobilə doğru addımlamağa başladı. Təpəcikdən düşüb addımlarına güc verdi. Malik addımladıqca Əkbər də şübhə ilə həm onun arxasınca boylanır, həm də bir gözünü Sərdabədən çəkmirdi. Heç nə anlamırdı. Malik yola çıxanda Jiguliyə bir neçə addım qalmışdı. Jiguli qəflətən təkərləri ilə torpağı daradı. Arxaya doğru hərəkət edərək yerindən götürüldü. Malik maşının nömrəsinə boylanmağa çalışdı, amma görə bilmədi. Dadaş, fikir vermə, uşaq-buşaqdır da, deyə Əkbər əlini Malikin çiyninə qoydu. Malik çaşbaş vəziyyətdə idi. Elə bu zaman Əyyub və Leyla Sərdabədən çıxaraq onlara yanaşdı. Əkbər qardaş, bu tərəflərdə məscid var, deyə Əyyub ətrafa boylandı. Əkbər əlini saçlarına apardı. Məscid, məscid. Burada yaxınlıqda Aza kəndi var, orada məscid olmalıdır, dedi. Namaza hələ var, o vaxta qədər evə də çatarıq. Əyyubun Əkbərlə danışdığını görən Malik bu məqamda Leylanın qolundan yapışaraq özünə tərəf çəkdi. Qulaq as, mən haqlı idim. Bizi əməlli başlı izləyirlər, dedi. Ağ rəngli Jiguli şəhərdən çıxandan bəri arxamızda idi. Əyyub deyəsən nəsə tapıb. Leyla astaca dedi. Təpənin yamacında yerləşən Xarabagilan sərdabəsi əvvəllər türbə olunmuş. Fəqət türbənin qülləsi dağılmış, 8 güşəli sərdabəsi isə salamat qalmışdı. Tarixçilər Gilan sərdabəsinin yaşı ilə bağlı konkret fakt söyləməkdə həmişə çətinlik çəkirdi. Çünki heç bir tarixi məxəzdə bu qədim türbənin nə vaxt tikilməsi barədə məlumata rast gəlmək olmurdu. Mərhum Kərim Xalıqov isə tamamladığı elmi işində Şah Abbas vəsiyyətinin keşiyini çəkən varislərin, vəsiyyətnamənin keşiyini çəkənlər də irsi, nəsildən nəsilə ötürməklə bu vəzifənin sahibi olurdular. Görüşü barədə qeyd edərkən, Ordubadın Xarabagilan türbəsinə işarə vurmuşdu. Bu Əyyubun versiyası idi və coğrafi məkan baxımından öz təsdiqini tapa bilərdi. Əyyub Əkbərdən yaxın məscid barədə o səbəbdən soruşdu ki, 8 güşəli sərdabə İslama işarə edirdi. Amma səbəb təkcə bu deyildi. Əyyub nədənsə məscidlə türbə arasındakı məsafəni müqayisə etmək fikrində idi. Çünki burada Xalıqovun başqa bir fikri, daha doğrusu yarımçıq qalmış elmi işinin sonuncu sətirləri mütəmadi şəkildə qulaqlarında cingilləyirdi. Vəsiyyətnamə ilə bağlı 18-ci əsrə aid maraqlı bir ehtimal mövcuddur. Belə ki, vəsiyyətnamənin keşiyini çəkən həddən ziyadə dinə bağlı insan idi. Sonuncu dəfə vəsiyyətnamə ötürüləndə şam azanına az qalırdı. Vəsiyyətnamə üçün ən münasib yer isə məscid idi. Vəsiyyətnamənin həmin məscidə gizlədilməsi mümkün idi. Lakin əlimizdə hər hansı bir faktın olmaması üzündən bu sadəcə ehtimal olaraq qalır. Vəsiyyətnamə elə Şah Abbasın kölgəsi altında torpağın düz dərinliyinə gömüldü. Xalıqov konkret məkana işarə edirdi. Sadəcə hansısa səbəblərdən elmi işində həmin məkanın yerini olduğu kimi təqdim etmirdi. Bəlkə də qorxurdu. Başına gələcək hadisələrdən xəbərdar idi, deyə Əyyub beynində götür-qoy etdi. Əkbər onları Xarabagilana nisbətən yaxın olan Aza kəndinə aparanda artıq günorta azanı oxunurdu. Sənin də bazarını öldürdük, deyə Malik əlini Əkbərin çiyninə qoydu. Ayıb sözdür ki, dadaş, bir də belə danışma. Əkbər dilləndi. Avtomobil düz məscidin qarşısında dayanmışdı. Böyüklü-kiçikli hər kəs dəstəmaz alıb içəri daxil olurdu. Əyyub məscidin ətrafına dolaşmağa başladı. Onun qapı pəncərəsindən xüsusi bir diqqətlə göz gəzdirdi. Bu isə təbii ki, ətrafdakıların diqqətindən yayınmadı. Əkbər də bu arada öz işində idi. Dadaş, mən tarixçi deyiləm, amma məscid tarixə deyil ha, biləsən, deyə o, avtomobilin şüşəsini əski parçası ilə silirdi.
Əyyub bir anlıq duruxdu. Düzü Əkbərin açıqlamasını gözləmirdi. Bəs yaxınlıqda tarixi məscid yoxdur? Deyə Əyyub Əkbərə yanaşdı. Bu arada məscidə gələnlərin diqqəti onlarda idi. Malik narahatlıq keçirirdi. Əkbər əski parçasına səhvən əlini alıb oturacağın altına tulladı. Sonra əllərinə baxıb bu hərəkətindən xəfifcə üz-gözünü turşutdu. Hə, Əkbər qardaşım, sən yaxşı bilirsən. De görüm bu yaxınlıqda o dediyin qədim məscid var? Deyə Əyyub əlini onun çiyninə qoydu. Yaxşısı budur evə qayıdaq. Deyə Əkbər sükan arxasına keçdi. Nahar vaxtıdır. Axı bizə o məscid lazımdır. Deyə Leyla bu məqamda söhbətə müdaxilə etdi. Əkbər onu mənalı baxışlarla süzdü. Sonra gülümsünərək adətkarda olduğu təbəssümlə dedi. Mən tarixçiyə oxşayıram. Tarixçi Sadıq kişidir. Gedək, nə sualınız var soruşun. Həm də əməlli başlı nahar edək. Bu artıq geri qayıtmağa işarə idi. Doğrudan da Azakənd məscidi Əyyubun araşdırması üçün boşuna sərf ediləcək vaxta bərabər ola bilərdi. Əkbər vaxtında açıqlama vermişdi. Günorta azanından təxminən yarım saat sonra Bakıdan gələn qonaqlar ev yiyələri ilə birlikdə elə həmin külafə rəngidə əyləşərək nahar edirdilər. Rəsmiyə yenə də ənənəvi və dadlı Ordubad təamlarından birini, quru yaşıl lobyanı, təzə kəsilmiş qoyun əti ilə hazırlamışdı. Süfrə başında tam sakitlik idi. Nahar edərkən heç kim kəlmə kəsmirdi. Bircə Malikin iştahası yox idi. Hər dəfə dilinə nəsə aparanda can dərd edirdi. Bu isə Əkbərin diqqətindən yayınmırdı. Çay süfrəsində Əkbər bayaqçı müşahidəsini Malikin üzünə vurdu. Hətta onu əsaslandırmağa çalışdı. Dadaş, indi o ağ jiguliyə görə ürəyini sıxacaqsan? Deyə Əkbər Əyyuba göz vurdu. Hansı ağ jiguli? Deyə Əyyub təəccüblə soruşdu. Bayaq xaraba gilanda olanda elə bildim jiguli bizi izləyir. Nəysə, oldu keçdi. Mən artıq doymuşam, deyə Malik söhbətdən yayınmağa çalışdı. Buranın havasındandır. Havadır bizi doyuzduran, ay bala, deyə Sadıq kişi müdaxilə etdi. Bəyəndiniz xaraba şəhəri? Oranı heç bəyənməmək mi olar, Sadıq əmi? Leyla həlim səslə cavab verdi. Ümumiyyətlə gəldikləri bir gün olsa belə, hər üçü bu ailəyə bağlılıq hiss edirdilər. Odur ki, Leyla əmi kəlməsini tam səmimi dilə gətirdi. Xaraba gilan bir başqa aləmdir. Amma çox tez qayıtdınız oradan. 1-2 il olar, orada tarixçilər əməlli başlı axtarış aparıblar. Bilirsiniz, yaşı çox qədimdir oranın, deyə Sadıq kişi qürurlandı. Əyyub çaydan bir qurtum alıb soruşdu. Sadıq əmi, xaraba gilanda məscid olub? Ola bilsin, amma dağılıb, deyə Sadıq kişi cavab verdi. Bəs 18-ci əsrdə? Əyyub Kərim Xalıqovun elmi işini sanki tamamlayırdı. Sadıq kişi bayaqdan bəri barmaqlarının həsrətində olduğu qotazlı təsbihini cibindən çıxararaq aramla çevirməyə başladı. Dəqiq deyə bilərəm ki, yox. O ki qaldı türbəyə, onun da özünüz gördünüz ki, qülləsi uçub, bircə sərdabəsi qalıb. Bir də Kiran qalasının bürclərindən biri. Biz xarabalığa yaxın olan məscidi tapmalıyıq. Əyyub ciddi bir tərzdə cavab verdi. Əkbər burada dözmədi. İndi ki belə deyirsiniz, yaxşısı budur izah edəsiz. Ordubada gəlişinizin əsl səbəbini bilmək istərdik. Eyni tərzdə soruşdu. Malik iti baxışlarını Əkbərə dikdi və düşündü ki, bəlkə bayaqçı jiguli haqq hesabı da elə Əkbərin işiymiş. Onların Naxçıvanda məhz Əkbərin avtomobilinə əyləşmələri təsadüfi deyildi. Əkbər də adam sərrafı idi. O dedi, əziz bacım, əziz qardaşlarım, biz halal adamlarıq. Bizim evdə nə qədər istəsəz qala bilərsiniz. Nə qədər istəsəz sizi gəzdirərəm. Amma bizə doğru olanı deyin. Bəlkə bir probleminiz var. Bəlkə köməyimiz dəyə bilər. Leyla bu məqamda Əyyuba baxdı. Malik də baxışları ilə Əyyuba sanki nəyisə izah etməyə, daha doğrusu dilə tutmağa çalışırdı. Əyyub isə qətiyyətli görünürdü. O əlini cibinə apararaq kağız çıxardı. Bu, Yaqub kişinin məşhur kağızı idi. Malik astıcı gözlərini yumaraq başını yırğaladı. Bu heç kəsin gözündən yayınmadı. Elə həmin anda Malikin mobil telefonuna gələn zəng sanki Əyyubun bu addımı atmaması üçün bir çağırış idi. O dərhal ekrana boylandı. Rəsulov soyadını oxudu və öz-özünə yaman yerdə axşamladıq kəlməsini söylədi. Cavab ver. Elə bil öz evindir. Əkbər dilləndi. Bəli, rəis, deyə Malik telefonu qulağına yaxınlaşdırdı. Quliyev,
Yenə özbaşınalıq edirsən? Elə günü sabah işə qayıdıb izahat yazmalısan. Rəsulovun narazı və amiranə səsi eşidildi. Malik duruxdu. Rəis, başa düşmədim. Nəsə olub? Dedi. Sənin Ordubadda nə işin var? Üstəlik Leyla və o tarixçi alim. Nədir onun soyadı? Yusif. Hə, Yusifov. Rəsulov səsinin tonunu qaldırdı. Malik ağ jigulini dərhal Rəsulovun ayağına yozdu. Doğrudan da belə bir məqamda hər kim onun yerində olsaydı eyni düşünərdi. Rəsulov isə sanki dilotu yemişdi. Malik, orada nə baş verir? Sənin xaraba gilanda nə işin var? Hələ onu demirəm ki, dindirmə zamanı Niyazova kobud davranmısan. Uzun sözün qısası Malik. Sabah Leylanı da götürüb Bakıya qayıdırsan. Mütləq. Oldu rəis, deyə Malik dil dodağını çeynədi. Rəsulov artıq danışmırdı. Əlaqəni kəsmişdi. Leyla və Əyyub sual dolu baxışlarını ona zilləmişdilər. Təkcə onlar yox. Sadıq kişi ilə Əkbər də cavab gözləyirdilər. Malik və Leyla özlərini Bakıdakı kommersiya ofislərindən birinin PR menecerləri kimi təqdim etmişdilər. Təbii ki, bu bilavasitə Malikin ideyası idi. Amma elə Malik də həqiqəti söylədi. Leyla ilə mən Bakıya qayıtmalıyıq, rəis çağırır, deyə üzünü Leylaya tutdu. Yox, Leyla bu sözləri Sadıq kişigilin evində onun üçün ayrılmış otaqda son dərəcə etirazla dedi. Getməyəcəm. O lənətə gəlmiş kağızı tapmayınca getməyəcəm. Malik və Əyyub ayaqüstə dayanmışlar. Susurdular. Nədir? Yoxsa Əyyubu burada tək qoymaq istəyirsən? Deyə Leyla məzəmmət etdi. Məqsədin nədir Malik? Rəsulov kölgəsindən qorxur. Düz deyirsən, amma incimə. Sən də get-gedə onu oxşamağa başlamısan. Leyla, o ağ jiguli xaraba gilana qədər arxamızca gəldi. Elə ki, mən onun üstünə getdim, aradan çıxdı, Malik dedi. Rəsulovun beynini doldurublar. Kimsə işimizə mane olur, deyə Əyyub qollarını çarpazladı. Xalıqovun elçiləri. Başa düşürlər ki, kələfin ucundayıq. Leyla düz deyir. Qayıtmaq heç nəyi həll etmir. Malik divanda əyləşdi. Başını əllər arasına aldı. Niyazovun dindirilməsi də bu tərəfdən. Kimin marağında ola bilər axı bütün bunlar? Sanki zarıdı. İndi də rəis. Bu məqamda Əyyub əlini Malikin çiyninə qoydu. Onunla üzbəüz əyləşdi. Malik, 2 gündə qal. Söz verirəm. Buradan əli dolu qayıdacağıq, dedi. Şəhər böyükdür, qədimidir, tarixidir. Hisslərim mənə aldatmır. Vəsiyyətnaməni elə burada tapacağıq. Məncə artıq Sadıq kişiyə hər şey deməyin vaxtı çatıb. Duz çörək keçmişik. Gərək kişini aldatmayaq. Elə həmin gecə Sadıq kişi külaf rəngidə oturub fikrə dalmışdı. Həqiqət missiyasını üzərinə götürən Əyyub ona yanaşanda nədən və necə başlayacağını bilmirdi. Fəqət daxilən doğma olan bir hiss onu, səfərin məramını söyləməyə məcbur edirdi. Biz bunlara görə gəlmişik, deyə Əyyub rəhmətlik Yaqubun işarələrini Sadıq kişiyə uzatdı. Sanki Sadıq kişi Əyyubun bu etirafına hazır idi. Gözücü kağıza diqqət yetirən Sadıq kişi müdrik bir ifadə ilə gülümsündü. Amma bu gülümsəmədə bir qeyri-müəyyən qüssə və narahatlıq vardı. Əyyub bunu dərhal hiss elədi. Şah Abbas Ordubaddadır, deyə Sadıq kişi Əyyubun ona sarı uzanmış əlini geri qaytardı. Götür bu kağızı bala, sən də o fərmanı axtarırsan demək. Əyyub gərginlik içində idi. Sadıq kişinin qəfil və hədəfə vuran cavabı qarşısında susurdu. Sadıq kişi isə adəti üzrə yenə də qotazlı təsbihini çıxarıb çevirməyə başladı. Tarix çıxaranın ata-batasına lənət, dedi. Sabah səhər, daha doğrusu sübh azanına hazır ol. Səni Şah Abbasla görüşdürəcəm. Yəni, deyə Əyyub udqundu. Sadıq kişi gülümsündü. Yəni, günəş və şiri görəcəksən. Əyyubun matı qurumuşdu. Heyrətdən sümükləri ilim-ilim əsirdi. Elə qəfil dəyişən hava da onun heyrətdən soyuyan bədəninə sanki hakim olmağa çalışırdı.